Qədim zamanlarda Qız Qalasının ön hissəsini Xəzər suları əhatə edirdi. Bu isə onun müdafiə rolunu daha da gücləndirirdi. Bakının tarixi rəmzlərindən biri olan Qız Qalası içəri şəhərin cənub-şərq hissəsində yerləşir. 12-ci əsrə aid bu qala müdafiə məqsədli tarixi abidədir. Hündürlüyü 28 metr olan qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür və hər mərtəbə yonma daşlarla tikilib, günbəz formalı tavanla örtülüb. Dənizin qala önünədək uzanması səbəbindən o həm dənizdən gələn hücumlara qarşı etibarlı sədd, həm də dəniz üzərindən müşahidə məntəqəsi kimi strateji əhəmiyyət daşıyıb. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərir və daxilində beynəlxalq standartlara uyğun müasir ekspozisiya yaradılıb. Qız Qalası unikal quruluşu ilə təkcə Azərbaycanda deyil, bütün yaxın şərqin memarlıq incisi kimi tanınır.